Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyişiklik üçün təkliflər hazırlanıb. Bəs görəsən, sakinlərin bu təkliflə bağlı fikirləri necədir? Düşünürəm ki, baxır, yəni minimum əmək haqqı nə qədərdir də saat başına. Yəni rəqəm bilmədiyim üçün o haqqda bir məlumat deyə bilmərəm. Yəni fikrimi bildirə bilmərəm. Yəni saatlıq işləyənlər üçün müsbət təsir göstərər də. Saatlıq əmək haqqı yox, mən belə düşünürəm ki, tam aylıq maaş o daha sərfərişlidir. Yaxşı dəyərləndirirəm. Bəs əslində bəzi iş yerlərində elədir, müəyyən saat intervalına görə verirlər pulu. Əslində yaxşı olar, çünki elə insan var ki, məsəl üçün 8 saat işləyir, məsələn 300 manat maaş alır və yaxud da aşağı maaş alır. Bu onun üçün o qədər də yaxşı olmur. Çünki başqa yerdə 8 saat işləyib 450-500 manat maaş alan insanlar var. Yüksək olsa belə. O halda edər. Başqa vaxt inanmıram. Sözü gedən məsələni özündə əks etdirən layihə artıq aidiyyatı qurumlara təhvil verilib. Mövzu ilə əlaqədar sosioloq Üzeyir Şəfiyev bildirib ki, saatlıq əmək haqqı sisteminə iş rejiminə keçidi ilə bağlı Dünya Bankı tərəfindən də təklif irəli sürülüb. Şübhəsiz ki, birmənalı şəkildə saatlıq iş rejiminə, saatlıq əmək haqqı rejiminə keçiddən söhbət getmir. Burada hibrid sistemindən gedir. Həm aylıq əmək haqqı sistemi olacaq, həm də saatlıq əmək haqqı sistemi mövcud olacaq. Ən azı ilk başlanğıcda bu şəkildə olacaq. Hələ ki bu təcrübə öyrənilmə mərhələsindədir. Ancaq hesab edirəm ki, bu deməli layihənin tətbiqindən sonra bunun bir çox üstünlükləri olacaq işləyənlər üçün. Çünki saatlıq iş rejimində işləyənlər üçün imkan yaranacaq ki, onlar bəlli bir saat müddətində işlədikdən sonra digər sahələrdə də gəlir gətirən işlə məşğul ola bilsinlər. Beləliklə də işçinin deməli gəlir səviyyəsinin artımında biz dinamikanın şahidi ola bilərik. Eyni zamanda bu əmək müqavillərinin sayını artıra bilər, işləyən şəxslərin sayını artıra bilər və bütövlükdə əmək bazarındakı çevriliyi, mobilliyi də artıra bilər. Bütövlükdə bunlar əslində ciddi ekonometrik hesablamalardan, araşdırmalardan sonra yəqin ki, tətbiq olunacaq. Çünki burada minimum əmək haqqının hesablanma qaydası, həm də saatlıq minimum əmək haqqının hesablanması normativləri də müəyyənləşməlidir. Sosioloqun sözlərinə görə saatlıq iş rejiminin tətbiqi bütün hallarda işləyənlər üçün müsbət təsirlər göstərə bilər. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.